Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Uşaq Gənclər İnkişafı Mərkəzinin təşkilatçılığı ilə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına diqqəti artırmaq, uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə vermək olub. Tədbirdə Bərdə rayon Polis Şöbəsinin və Bərdə rayon Yol Patrul Xidmətinin əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Misir Ənvərli, Bərdə şəhər Səfiyar Beypudov adına 6 nömrəli tam orta məktəbin direktoru Nuranə müəllimə, müəllimlər və məktəblilər iştirak ediblər. Maarifləndirici tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynura Əyyubova və Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru Nazim Süleymanov çıxış edərək yol hərəkəti qaydalarına əməl etməyin vacibliyindən, xüsusilə uşaqların təhlükəsizliyinin qorunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu kimi tədbirlər gələcəkdə yol nəqliyyat hadisələrinin azalmasına mühüm töhfə verə bilər. Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin və Elgiz Kərimov adına Bərdə şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıkları çıxışlar nümayiş etdirilib. Tədbirin sonunda fəal iştirak edən şagirdlər Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən diplomlarla təltif olunublar. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.